Toranlıqda Ucarın Səttərxan küçəsi ilə gözəl bir qadın addımlayırdı. O küçədə hamının dəli kimi tanıdığı İntiqam Məmmədovun yaşadığı evin qapısında dayanır. Darvazanı dıngıldadanına İntiqam qapını açır və heç vaxt görmədiyi qədər gözəl bir qızı gördükdə rəngi qızarır. Qız isə onun tanışlarından birinin adını çəkir, deyir ki, Ucarda bir neçə saat onu gözləməlidir. Bir neçə saatlığa onun evində qala bilərmi? Yəni İntiqam yerdə qala bilərmi? İntiqam belə təklifləri ən yaxşı hallarda filmlərdə görmüşdü. Ona görə də bu göydən düşmə qonağı qəbul edir, hətta birazdan onun üçün qonaq otağında yer də salır. Həmin gözəl qız İntiqama qonaq otağında həyatında heç vaxt yaşamadığı dəqiqələrdə yaşadır. Bu hadisədən 3 gün sonra isə rayon prokuroru Rəfail Əliyevin kabinetinə gecə zəngi gəlir. Səttərxan küçəsində ölüm baş verib. Bir dəlini öz evində vəhşicəsinə öldürüblər. Meyidi də təxminən 3 gün sonra tapılıb. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Prokuror Rəfail Əliyev həmin gecə işlərini bitirmişdi. İl sonu olduğundan yuxarı instansiyaları verəcəyi hesabatları götür-qoy eləyirdi. Dekabrın 24-ü idi. Əslində uğursuz bir il keçirməmişdi. O Ucara təyin olunandan ona göstərilən etimadı doğrultmuşdu. Bu zaman onun otağına zəng gəlir. Zəng polis rəisindən idi. Gecənin bu saatında kabinetə gələn zəng heç də xeyir ola bilməzdi, həm də polisdən. Belə də olur. Şəhərin Səttərxan küçəsindəki evlərin birində meyit tapılıb. Şəxsiyyəti bəllidir. Təcili əməliyyat qrupu yaradılır və evində ölü tapılan İntiqam Məmmədovu qonşuları dəli kimi tanıyırdılar. Düzdür, o dəlili eləmirdi, təhlükə yaratmırdı, lakin ona əqli cəhətdən sağlam da demək olmazdı. İntiqam anası ilə yaşayırdı. Sadəcə həmin vaxtlarda anası da qızının yanına Moskvaya getmişdi və İntiqam evdə tək qalırdı. Hüquq mühafizə orqanlarının əməkdaşları evə daxil olanda evdəki vəziyyəti olduqca qarışıq gördülər. Hər şey alt-üst olmuşdu. İntiqam Məmmədovun başını isə mələfə ilə büküb stola, masaya bağlamışdılar. Ayaqları, qolları, çiyinləri də elektrik naqili ilə bağlanmışdı. Qarnına 9 bıçaq zərbəsi vurmuşdular. Sonra da üstünə döşək atmışdılar və masanı da tərsinə çevirmişdilər. Kimsə, kimlərsə onu amansızlıqla öldürmüşdü. Müstəntiqə bir şey aydın olmurdu. Ölən bəllidir, öləni dəli kimi tanıyırdılar. Bəs öldürən yaxud öldürənlər niyə belə eləmişdi? Onlar da mı dəli idilər? Bütün divarlar qan içində idi. İntiqam qatillə xeyli mübarizə aparmış, sonda məğlub olmuşdu. Kimsə İntiqamdan intiqam alırdısa, niyə sonda evi ələk-fələk eləyir, qiymətli əşyaları götürürdü? Yox, əgər bu qətl tamah məqsədi ilə törədilmişdisə, niyə İntiqamdan qisas almışdılar? Onu eləcə öldürər, işlərini görərdilər, öldürdükdən sonra başını palaza, mələfəyə bükmək, onu şunurla masaya bağlamaq, üstünə döşək, masa çevirmək tamah məqsədi ilə törədilən qətlin nişanələri deyildi. Burada başqa nəsə bir detal da var idi. Elə müstəntiqi də bu narahat edildi. Müstəntiqin işi rahat görünmürdü. Üstəlik qətldən 3 gün keçmiş, 3 gündən sonra İntiqamın meyidi evdən tapılmışdı. Artıq 1997-ci il dekabrın 27-si idi. Yeni ilə sayılı günlər qalmışdı. Yəqin ki, qatil yaxud qatillər artıq nəfəsini dərmişdilər və təngnəfəs deyildilər. Təngnəfəs olmayan qatili tapmaq isə çətin hərəkətə çevrilir. Bağlı qalan qətlin üzərindən ötən hər gün qatilin ömrünü uzadır, müstəntiqin isə canından gedir. İntiqamın qətli izsiz deyildi. Qatil yaxud qatilləri çox da peşəkar hesab eləmək olmazdı. Qətl törədildiyi güman edilən mətbəx bıçağı evin bağçasına atılmış, hadisə yerində üzərində barmaq izləri olan pivə bankası saxlanmışdı. Əgər qatil əvvəllər məhkum olunan şəxs idisə, onu rahatlıqla tapacaqdılar. Çünki həmin illərdə bir dəfə məhkum edilən şəxsin barmaq izləri götürülür və saxlanılırdı. Növbəti cinayətlər baş verdikdə,
cinayət yerində qalan barmaq izləri əvvəllər məhkum olunub azadlığa buraxılan şəxslərin barmaq izlərinə müqayisə olunurdu ki, adətən həbsxanadan çıxan şəxslər də yenidən kriminal aləmə atılırlar. İndi də Pivə Bankasının və qətlin törədildiyi güman edilən bıçağın üzərindəki barmaq izləri ekspertizaya göndərilmiş və cavab gözlənilirdi. Lakin müstəntiq hiss edirdi ki, hadisə yerində intiqamdan başqa bir nəfər yox, azı 2 nəfər olub. Lakin müstəntiq və prokuror hələ bilmirdilər ki, əsas işləri qatil bəlli olduqdan sonra başlayacaq. Ucar və Moskvanı birləşdirən bir film kimi əməliyyatın içində olacaqdılar. Qaydaq verilişin əvvəlinə. Verilişin əvvəlində təqdim etdiyimiz qız məhz bu əməliyyata görə Bakıdan bura gəlmişdi. O tək yox, Pərvizlə gəlmişdi. Pivə Bankasının bıçağın üzərində barmaq izləri qalan Pərviz həmin qızla eşq yaşayırdı. Eşq demək də bu sözün aliliyinə hörmətsizlik olar. Əslində onlar cinayət niyyəti ilə birləşmiş bir cütlük idilər və aralarındakı münasibət də ehtirasdan uzağa gedə bilməzdi. Qız qapıdan içəri girəndə mərhum intiqama da Pərvizin adını demişdi. Demişdi ki, Ucarda Pərvizi gözləyir, Pərviz də 1-2 saata Bakıdan Ucara gələcək. Pərviz ona deyib ki, özü Bakıdan gəlib çatana qədər intiqam dilə getsin, orada özünü gözləsin. Əqli baxımdan zəifliyi olan intiqam da qızın gözəlliyini görən kimi sözlərinə inanmış, heç bir tərəddüdsüz onu içəri buraxmışdı. Əslində isə buraxmamalıydı. Çünki Pərviz intiqamın bacısının əri idi. O bacısı ki, təzəcə ondan ayrılmış, digər bacısının yanına Moskvaya getmişdi. Bir növ Pərvizin əlindən qaçmışdı. Bəli, Pərviz Səttərxan küçəsində qətl törədilən bu evin kürəkəni idi və bu ailə ilə heç də yaxşı münasibətdə deyildi. Qızı məcbur ondan almışdılar. Çünki o oğurluq edir, dələduzluq edir, yaxınlarına əzizlərinin adını batırırdı. Əxlaqsız bir həyat tərzi keçirirdi. Pərvizin intiqamın bacısı ilə rəsmi evliliyi əvvəldən olmasa da, indi aralarında olan hər şey bitmişdi. Sonda isə Pərviz demişdi ki, sizin hamınızı qıracam. Belə bir vəziyyətdə olanlardan çox da xəbəri olmayan, olsa da bu prosesi düzgün analiz eləyəcək qabiliyyəti olmayan intiqam Pərvizin adını verən qıza qapını açır. Qız da öz gözəlliyindən son gecəsini yaşayan intiqama pay verir. Onlar qonaq otağında salınan yatağa girirlər. İntiqam yenicə xoşbəxtliyə yetdiyi an Pərviz içəri girir və işığı yandıraraq əvvəldən qızla planladıqları kimi intiqamın üstünə cumur, arvadımı zorluyursan deyib ona ağzını açmağa imkan vermədən zərbələr endirməyə başlayır, onu döyür. Pərviz əslində bu hərəkəti tamahdan daha çox intiqam məqsədi ilə edirdi. Qaynanasından, yoldaşından qisas məqsədi ilə onların köməksiz əzizlərini öldürürdü. Lakin bu intiqamın günahsız qurbanı olan intiqamsa olanlardan xəbərsiz idi. O yalnız fürsət tapan kimi deyirdi ki, o özü də istədi, mən məcbur eləmədim. Bu da onun son sözləri olur. Qəddar cütlük intiqamı öldürdükdən sonra onu masaya bağlayıb üzərini örtür. Daha sonra tələsmədən evi ələk-fələk edir, evdə qiymətli nə varsa hamısını götürür. Şubadan maqnitofona, Sony markalı televizora qədər. Həm cinayət, həm ticarət niyyətində olan cütlük yığdıqlarını bu 3 gün ərzində arın-arxayın satmağa da macal tapırlar. Ekspertizanın cavabı çıxanda Pərviz artıq Rusiyada idi. Düzdür, tibbi cavab istintaqçıları xeyli sevindirmişdi. Çünki Pərviz əvvəllər də oğurluğa görə saxlandığından barmaq izləri hüquq mühafizə orqanlarında var idi və onun kimliyi artıq bəlli olmuşdu. İstintaqçılar artıq qatillərdən birini tapmışdılar, Pərviz. Amma problem burasında idi ki, onlar qatilin yalnız kim olduğunu tapmışdılar, özü isə tapılmırdı. Bu arada Pərvizin keçmiş həyat yoldaşı mərhum İntiqam Məmmədovun bacısı Lətifə istintaqçılara qiymətli bir məlumat verir. O deyir ki, yanvarın 1 və 8-i Pərviz Moskvaya ona zəng vuraraq deyib ki, yaxın günlərdə mütləq anasını da öldürəcəyə hazır olsun.
özünün də Volqoqradda olduğunu deyib. Çünki Pərviz olub bitənlərdə qaynanasını günahkar görürdü. Bu məlumatdan sonra prokuror Rafael Əliyev Moskvaya təcili məktub yazır, baş verə biləcək dəhşətli hadisədən qadını qorumağı xahiş edir. Yəni, hüquq mühafizə orqanlarına təbii ki, məktub yazır. Eyni vaxtı bir əməliyyat qrupu təcili Moskvaya göndərilir. Pərvizin keçmiş həyat yoldaşı Lətifəyə tapşırılır ki, gözlənilən növbəti zəng zamanı Pərvizlə görüşməyə razılıq versin. Beləcə, Lətifə görüş üçün yer təyin edir. Əməliyyatçılar hər ehtimala Lətifəyə əvvəlcədən xüsusi zirehli jilet də geyindirir. Onu görüşlə bağlı təlimatlandırır. Beləliklə 1997-ci ilin həmin həyəcanlı günü yaxınlaşır. 14 yanvar tarixi gəlir. Baxmayaraq ki, əynində branjlet var idi, Pərviz Lətifəni hər an öldürə bilərdi. Buna görə də əməliyyat qrupunun rəhbəri belə düşünür ki, hər ehtimala Lətifə qəsdən geciksin. Əgər Pərviz bu tələyə düşsə, görüş yerinə əvvəlcədən gəlib gözləsə, heç Lətifənin ora gəlməsinə ehtiyac da qalmayacaq. Beləliklə, keçmiş yoldaşından bu hərəkəti gözləməyən Pərviz deyilən saatda görüş yerinə gəlir və bir zamanlar görüşə hövlan gələn Lətifə isə gözə dəymir. Əvəzində Moskva milisi və Azərbaycan əməliyyatçılarından ibarət qrup Pərvizi göz qırpımında saxlayır. Qətildən cəmi 20 gün keçmiş qatil saxlanır. Lakin bununla da iş bitmir. Moskva Pərvizi təhvil vermək istəmir. Həmin görüşdə Pərvizin Lətifə ilə görüşündə cinayət tərkibi olmadığına görə konkret sənədlər tələb edirdi. Ekspert rəyləri əzab, əziyyətlər. Daha 20 gün keçdikdən sonra Pərviz Azərbaycana etap olunur. Xeyli fakt qarşısında qoyularaq Pərviz əvvəlcə cinayəti, daha sonra isə cinayət ortağının kimliyini açıqlayır. Rəfiqə, həmin gözəl qızın adı Rəfiqə idi. Bu, Pərvizlə rəfiq olaraq çirkin əməllərə başlayan gözəl qız. Pərviz Rəfiqə ilə o qədər səthi tanış imiş ki, heç haralı olduğunu da dəqiq bilmir. Yalnız onu Gəncədə qatar peronunda tapmaq mümkün olacağını deyir. Rəfiqəni uzun axtarışlardan sonra Gəncədə yox, Bakıda tapırlar, amma yenə də peronda. Həm də onun rəfiqi olduğunu gözəlliyindən və əyninə bir balaca böyük olan şubasından təxmin edirlər. Sənədlərini itirdiyini deyir, rəngi ağarır, ağlayır. Pərvizlə üz-üzə qalanda isə hər şeyi etiraf eləməkdən başqa çarəsi qalmır. İşin içindən iş çıxan bu istintaq prosesi nəhayət ki bitir. Beləliklə Pərviz əmlaki müsadirə olunmaqla 15, Rəfiqə əmlaki müsadirə olunmaqla 8 il azadlıqdan məhrum edilir. Bu hökmün davamında məhkəmə bir qərardad da qəbul etmişdi. Orada prokuror Rafael Əliyev, müstəntiq Səlimov və əməliyyatçı polislərin işi yüksək qiymətləndirilmişdi. Təbii ki, bu cinayət işi Azərbaycanın kriminogen baxımdan ən gərgin illərində qüsursuz və operativ analiz edilib öz hüquqi qiymətini alan bir dosya kimi qalmaqdadır. Salamat qalın.